Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində MTK-yə gedən yol var, Araz Market açılıb təzə. Oradan dönürsünüz sağa, düz gəlirsiniz 200 metrdən sonra çıxırsınız bu evə. 110 min manata satışa çıxarıldı. Torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq sayğacları var, kanalizasiyasındakı mərkəzdir, bu da trapıdır. Evimizin qabağında da belə bir navesi var. Navesindən başqa burada yay mətbəxi var, görürsünüz. Manqalına qədər qoyulub, hər şey burada hazır vəziyyətdədir. Burada yayda mətbəx kimi istifadə olunur. Burada da bağı var, ağacları var, görürsünüz, bax belə, bax, hər səliqə səhmanı var. Buradan da evin arxasına qapı gedir, oranı bir dənə göstərək. Orada da belə əldə ayaqda olan artıq şeylərini yığırlar və orada da bir tualet var, baxırsınız. Ayaq yolu var orada. Bax, belə bir evdir. 8-9 daş kürsülü evdir, yeri də bax, belə tam etdi. Bir nərçinin arası monolitdir. İndi qalxırıq evimizə, 110 bin manatdan da indirim olunacaq da yəqin. Padvala qapı oradandır, həmən o aradan padvala qapı var. Burada girən kimi bax belə kombisidir, pitiminukadır, paltar şkafı qoyulub. Ayaqqabılarımızı soyunuruq. Buradan gəlirik, giririk evimizin içərisinə. 110 min manata satışa çıxarıldı. 2 mərtəbəli ev. Qiymətində indirim olunacaq. Bir də təkərəm. Saray qəsəbəsində Araz Market açılıb, MTK çata-çatda. Ondan üzbəyiz yola sağına dönəndən sonra 200 metr məsafədə gəlib çatırsınız bu evə. Pilləkan qalxır 2-ci mərtəbəyə. Monolit betonla yığılıb bu pilləkanda. Bir ilə 2-nin arasında necə monolit o da elədir. Orada adamlar var, gəlin birinci mətbəxə baxaq. Koridordan birbaşa gəlirik mətbəxə. Bax, belə bir mətbəxi var, görürsünüz, böyük. Mətbəx mebeli, qaz peci, aspirator, hər şey var. Radiatorlarımız, seksiya radiatorlardır. Kurqavoy qoşadaşla tikilib, yüksək keyfiyyətli evdir həqiqətən. Ara məsafələrinə baxın. Şəxsi özləri üçün tikilmiş evdir. Ara məsafələrinə qədər qoşadaşdır. Seksiya radiatorlarını dedim. Bu da sanitar qovşağımız. Görürsünüz. Geniş, böyük sanitar qovşağıdır. Hər şey hazır vəziyyətdədir. Tam yaşayışa hazır olan bir evdir. Hə, pilləkənin altından qapı var. Hə, pilləkənin altından bir dənə də qapı. 5 var, ona görə tam görsənmir. Pilləkənin altından bir dənə qapı da var, padvala. Burada qoşadaşdır, bura baxın. Görürsünüz, burada arı kəsmə qoşadaşdır. Burada zaldır. Burada zaldır, qonaq otağıdır. Ümumilikdə 4 otaqdır. 3 dənə yataq otağı yuxarıdadır, aşağıda bir dənə qonaq otağı, hamam, tualet, mətbəx. Görürsünüz, nə qəşəng yataq otağı, qonaq otağı var. Genişdir, eni də enlidir, uzunu da uzundur. Bax belə. Hörmətli izləyicilər, bu pilləkan beton monolitlə tökülüb. Ona görə tərpənmə yoxdur, səs yoxdur, cırıltı yoxdur. Buradan da qalxırıq. İndi biraz veşlər zat yığıblar, biraz basılı görsənir. Bax, buradan qalxandan sonra buradan qapı balkona açılır, düz evin qabağına balkona. Burada bir yataq otağıdır. Baxın, gör nə kvadratına, baxın, gör nə böyük yataq otağıdır. Bax belə. Belə bir yataq otağı buradadır. Ən böyük yataq otağı buradır. Bax, axıra qədər gəlirəm, sizin də kvadratına baxın, görün nə böyüdür, bax. Görürsünüz, məsafəsini. Bir yataq otağı buradadır. İndi 3-cü yataq otağına da baxaq. O da deşik otaqdır, bax belə, gördünüz. Buradan da balkona çıxmaq üçün yer var, bax belə. Görürsünüz, bu da balkonudur. Hə, böyük balkondur həqiqətən. İndi veşik yığıblar tam burada. Gəzmə, hərəkət eləmir. Bunlar hamısını veşlərin boşaldacaqlar. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində MTK gedən yolda Araz Market var. Oradan dönürsünüz sağa. 200 metrdən sonra gəlib satırsınız bu evə. Torpağının çıxarışı ilə satılır. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. 4 otaqlı evdir. Bir nərçinin arası monolitdir. Pilləkan betondan tökülüb. Üstü çelepitçadır. Kurqavoy qoşadaşla tikilib 60-ın 40 fundamentidir. Laf krişanın altından da 20-nin 40-a kəmər fırladılıb. 110 min manatdan narahat olmayın, qiymətində super endirim olunacaq. Mütləq gəlin bu evə baxın. Sağ olun.